ise itrakonazol, vorikonazol kimi mütləq ilaç dərman dozları gözdən keçirilməlidir. Eyni zamanda klaritromisin istifadəsi və ya direkt təşkili qida içkiləri, rifampicin istifadəsi dərmanların təsirini azalda bilər. Ümumi olaraq modulator dərmanlar yaxşı toler edilir, biraz öncə də vurguladığım kimi. Xüsusilə buradan biraz önce Staphylococcus müalicəsindən bahsetmiştik. Staphylococcus müalicəsində əsasən bakterin və rifampicin başlanılır, amma xüsusən modulator tedavi olan xəstələrdə linezolikampisin deyil də linezolit verilməsi məsləhət görülür. Kaviter modulatorlarına istifadə edən xəstələrdə transaminazların artması müşahidə edilə bilər. Lakin bu nadir hallarda müalicəni dayandırmayan dozun azaldılmasına ehtiyac doğura bilər. Təbii ki, əgər 8 kat və 5 kat üzərində artıqsa, mütləq müalicəni dayandırmaq məsləhət görülür. Eyni zamanda bu xəstələrdə biraz önce vurguladığım kimi katarakt riski arta bilər. O cəhətdən göz müayinəsi olunmalıdır. Və digər göstərilən yan təsirlərdən biri də bu xəstələrdə depressiya və anksiyete riskinin artmasıdır. Xəstələrdə depressiya meyillilik ola bilər və bu cəhətdən nəzərdə saxlanıla bilər bu xəstələr. Bunun xaricində eğer modulator müalicə başlamazdan əvvəl xəstənin stabil vəziyyətdə olması və klinik laboratuvar müayinələrin mütləq aparılması tövsiyə olunur. Bu biraz önce sizə göstərdiyim klinik dəyərləndirmədə olunan parametreler mütləq dəyərləndirilməlidir. Müalicəyə başladıktan sonra isə hər 3 aydan bir xəstənin mütləq müayinəsi lazımdır. Dünyadakı vəziyyəti necədir? İlk başta Türkiye'ye baktığımız zaman təəssüf ki,